Qədim yaşayış məntəqəsi olan Suqovuşan kəndi 1923-cü ildən Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1943-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilib. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 1, 2, 3 və 4 otaqlı 190 mənzil var. Kənddə tibb məntəqəsi və polis məntəqəsi də təmir edilərək istifadəyə verilib. Həmçinin ümumi gücü 7,8 meqavat olan Suqovuşan 1 və Suqovuşan 2 kiçik su elektrik stansiyalarının yenidən qurmadan sonra açılışı olub. Kənd ərazisində həmçinin istirahət kompleksi layihəsi icra olunub. Layihə çərçivəsində koteclər və otel binası əsaslı təmir edilib. Kompleksin ərazisində uşaq əyləncə parkının salınması ilə bağlı işlər davam etdirilir.